Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Qardaşlar, sual verir ki, Qurani Kərimi oxuyarkən səhifələrin kənarında xırda hərflərlə ərəb dilində əl-cüz, ər-rubu', əl-hizb bu kimi ifadələr yazılıb. Bunlar nəyi bildirir? Qardaşlar, cavab olaraq qısa onu deyə bilərik ki, ümumi qəbul edilən Mədinə mushafına görə bir cüz təxminən 20 səhifədən ibarətdir. Bir hizb isə təxminən cüzün yarısı 2 hissəyə bölünür. Buna görə də bir hizb təxminən 10 səhifə, bir rubu' da hizbin 1/4 təxminən 2-3 səhifə, 2 səhifə yarım bu şəkildə hesablanır, götürülür. Yəni xülasə odur ki, 5 vərəq deyəndə hər vərəq 2 səhifəyə bərabərdir. Bu da təxminən 5 vərəq eləyir 10 səhifə. Yəni bizim nəzərdə tutduğumuz 5 vərəq təxminən 10 səhifədən ibarət olur. Amma bir şey də qeyd edim ki, bu rəqəmlər nəşrdən asılı olaraq biraz dəyişə bilər. Çünki səhifə bölgüsü hər mushafda eyni olmur. Beləcə, bölgü bu şəkildə olacaq. Quran 30 cüz, bir cüz 2 hizib, bir hizibdə 1/4. Yəni, sadə bölgüdə Quran 30 cüz, cüzün özü 2 hizb, 2 yerə bölünür cüzün özü, hizbin özü də 1/4 bölünür. Ən doğrusunu Allah bilir. Vəsselamu aleykum və rəhmətullah.